Herkese salam. Yeni bir derse hoş gelmişsiniz. Keçən dərsimizdə konjunktiv sıfat məhcul növdə necə düzəlir, onu öyrəndik. Bugün isə konjunktiv sıfatın məhcul növdə modal feillərlə işlənməsini öyrənirik. Konjunktiv sıfat məhcul növdə də həmçinin modal feillərlə işlənə bilər. Gəlin görək, konjunktiv sıfat məhcul növ modal feillərlə indiki zamanda necə düzəlir? İndiki zamanda modal feilin konjunktiv sıfat forması, əsas feilin partisip sıfat forması və plus werden köməkçi feilindən düzəlir. Bu strukturla indiki və gələcək zaman üçün pasiv cümlələr qurulur. Yəni, hərəkət hələ baş verməyib, ancaq baş verə bilər. Baş verməlidir və ya baş verməsi mümkün ola bilər. Əgər cümlə sadə cümlədirsə və ya baş cümlə budaq cümlədən əvvəl gələrsə, modal feilin konjunktiv sıfat forması ikinci yerdə gələrək şəxsə görə təsriflənir, əsas feilin partisip sıfat forması isə sonda gəlir. Yox, əgər baş cümlə budaq cümlədən əvvəl gələrsə, bu zaman modal feilin konjunktiv sıfat forması birinci yerdə gələrək şəxsə görə təsriflənir, partisip sıfat plus werden isə cümlənin sonunda gəlir. Gəlin nümunələr üzərindən izah edim. Bu dərsimizdə də həmçinin nümunələri qarşılaşdıraraq izah edəcəm. Modal və aktiv presens, yəni modal feil məlum növ indiki zamanda mən köynəyi ütüləməliyəm. Ich muss das Hemd bügeln. Modal və passiv presens, modal feil məhcul növ indiki zamanda. Köynək ütülənməlidir. Das Hemd muss gebügelt werden. Konjunktiv 2 mit Modal və passiv presens. Konjunktiv 2 modal feil məhcul növ indiki zamanda. Köynəyin ütülənməsi lazım olardı. Biz bu cümləni alman dilində demək istəyiriksə, mütləq şəkildə konjunktiv 2-ın məhcul növ modal feillə işlənməsindən istifadə etməliyik. Das Hemd müsste gebügelt werden. Cümlə içərisində istifadə etsək, əgər iclasa getsəm, köynək ütülənməli olardı. Wenn ich zur Besprechung ginge, müsste das Hemd gebügelt werden. Köynək ütülənməli olardı. Baş cümləmiz budaq cümlədən sonra gəlib. Müsste das Hemd gebügelt werden. Buna görə də modal feilin konjunktiv sıfat forması birinci yerdə gələrək şəxsə görə təsriflənir. Partisip sıfat gebügelt plus werden isə cümlənin sonunda gəldi. Wenn ich zur Besprechung ginge, yəni əgər iclasa getsəm, bu birinci tərəfdir. Real olmayan ehtimaldır. Bu cümləmizdə həmçinin konjunktiv sıfat işlənib və indiki zamana aiddir. İkinci tərəf isə müsste das Hemd gebügelt werden. Köynək ütülənməli olardı. İkinci tərəf isə qeyd etdiyimiz kimi indiki və ya gələcəkdə baş verə biləcək ehtimaldan danışır. Əgər baş cümlə budaq cümlədən əvvəl gələrsə, das Hemd müsste gebügelt werden, wenn ich zur Besprechung ginge. Bu zaman modal feilin konjunktiv sıfat forması müsste ikinci yerdə gələrək şəxsə görə təsriflənir. Partisip sıfat gebügelt plus werden isə cümlənin sonunda gəlir. Gəlin bu cümləni modal feilin məhcul növdə işlənməsi üzərindən baxaq. Əgər iclasa getsəm, köynək ütülənməlidir. Wenn ich zur Besprechung ginge, muss das Hemd gebügelt werden. Bu cümlədəki hərəkət konkret olaraq vacibdir. Muss das Hemd gebügelt werden. Köynək ütülənməlidir. Yəni, bu iş görülməlidir. Ancaq konjunktiv sıfat forması wenn ich zur Besprechung ginge, müsste das Hemd gebügelt werden. Köynək ütülənməli olardı. Bu forma daha çox yumşaq və nəzakətli formada istifadə olunur. Gördünüz, bayaq dedik ki, əgər iclasa getsəm, köynək ütülənməlidir. Burada işin vacibliyini bildirir. Ancaq
konjunktiv istifadədə biz artıq nəzakətli formada xahiş edirik. Digər nümunəyə baxaq. Təmizlikçi qadın otaqları təmizləyə bilər. Die Putzfrau kann die Zimmer aufräumen. Bu cümləmiz modal feilin indiki zamanına aid nümunədir. Otaqlar təmizlənə bilər. Die Zimmer können aufgeräumt werden. Bu cümləmiz məhcul növ indiki zamana aiddir. Konjunktiv istifadə isə otaqlar təmizlənə bilər. Bilərdi. Die Zimmer könnten aufgeräumt werden. Qonaqlar 1 saatdan sonra gələcəklər. Bu vaxt ərzində otaqlar təmizlənə bilər. Bu cümləmiz artıq nəzakətli bir formada təklif cümləsidir. Die Gäste werden nach einer Stunde kommen. Da könnten die Zimmer aufgeräumt werden. Digər nümunəyə baxaq. Dostum məktubları göndərməlidir. Məlum növ indiki zamana aid modal feillə işlənən cümlədir. Mein Freund muss die Briefe senden. Məktublar bugün göndərilməlidir. Məhcul növ indiki zamana aid nümunədir. Die Briefe müssen heute gesendet werden. Konjunktiv istifadə isə məktubların göndərilməsi lazım olardı. Die Briefe müssen gesendet werden. Cümlə içərisində istifadə etsək, iş günü bitməzdən əvvəl məktubların göndərilməsi lazım olardı. Bevor der Arbeitstag endet, müssten die Briefe gesendet werden. Bu cümlədə də həmçinin gördüyünüz kimi baş cümlə budaq cümlədən sonra gəldiyinə görə modal feilin konjunktiv istifai forması birinci yerdə gələrək şəxsə görə təsrifləndi. Partisiv istifai plus werden isə cümlənin sonunda gəldi. Baş cümlə budaq cümlədən əvvəl gəlsə, die Briefe müssten gesendet werden, bevor der Arbeitstag endet. Bu cümləmizdə isə modal feil ikinci yerdə gələrək şəxsə görə təsrifləndi. Partisiv istifai plus werden isə yenə cümlənin sonunda gəldi. Gördüyünüz kimi bu cümlələrin hər biri nəzakətli olmaq üçün istifadə olunub. İndi gəlin konjunktiv istifai modal feilin keçmiş zaman formasına baxaq. Modal feilin konjunktiv istifai məhcul növ keçmiş zamanda haben köməkçi feilinin konjunktiv istifai forması, əsas feilin partisiv istifai forması, werden köməkçi feilin indiki zamanı və modal feilin özündən düzəlir. Biz bilirik ki, bütün modal feillər keçmiş zamanda haben köməkçi feili ilə işlənir. Ona görə də konjunktiv istifadədə haben feilinin konjunktiv istifai forması heddədən istifadə olunacaq. Bu strukturla əsasən keçmişdə baş verməli olan, ancaq baş verməyən məhcul hadisələr və şərti hallar ifadə olunur. Nümunəyə baxaq. Köynək ütülənməli idi. Das Hemd hätte gebügelt werden müssen. Nümunə içərisində baxsaq, o qırışmış köynəklə işə getdi. Köynək ütülənməli idi. Ist mit einem zerknitterten Hemd zur Arbeit gegangen. Das Hemd hätte gebügelt werden müssen. Keçmişdə zərurəti bildirir, ancaq artıq gecdir. Bu cümləmiz keçmiş zamana aid olduğuna görə və təbii ki, məhcul növdür, reallaşmayan bir hadisəni bildirir. Buna görə də konjunktiv istifain məhcul növ modal feillərlə keçmiş zamanda işlənmiş formasıdır. Otaqlar təmizlənə bilərdi. Die Zimmer hätten aufgeräumt werden können. Təsriflənən hissə sadəcə haben köməkçi feilinin konjunktiv istifai formasıdır. Qonaqlar əgər gec gəlsəydilər, otaqlar təmizlənə bilərdi. Wenn die Gäste später gekommen wären, hätten die Zimmer aufgeräumt werden können. Qonaqlar əgər gec gəlsəydilər, otaqlar təmizlənə bilərdi. Görürsünüz, keçmişdə zərurəti bildirir, artıq gecdir. Yəni, qonaqlar tez gəldiyi üçün otaqlar təmizlənə bilmədi. Təklif cümləsidir. Sadəcə olaraq keçmiş zamana aiddir. Məktublar göndərilməli idi. Die Briefe hätten gesendet werden müssen. Poçt həftə sonları açıq olmadığına görə məktublar əvvəlcədən göndərilməli idi.
Da die Post am Wochenende nicht geöffnet ist, hätten die Briefe vorher gesendet werden müssen. Gördüğünüz gibi bu cümleler konjüktiv 2 məhcul növ modal feillərin keçmiş zamanına ait nümunələrdir. Daha sonra cədvəl üzərindən qarşılaşdırmalı şəkildə konjüktiv 2-in sadəcə məhcul növdə işlənməsinə aid bir nümunə, ikinci nümunə isə konjüktiv 2-in məhcul növdə modal feillə işlənməsinə aid nümunələr var. Yəni qarşılaşdırıram ki, daha aydın başa düşə biləsiniz. Sol tərəfdə indikativ, yəni real hadisəni, sağ tərəfdə isə konjüktiv 2 qeyri-real hadisəni bildirən nümunələr yazmışam. Gəlin baxaq. Bu nümunələrimiz təbii ki, məhcul növə aid nümunələrdir. Presens indiki zamanda ev təmir olunur. Das Haus wird repariert. Real hadisədir. Bəli, ev təmir olunur. Konjüktiv 2-də isə ev təmir edilərdi. Das Haus würde repariert werden. Bu nümunələr aşağıda geniş cümlələrdə istifadə olunub. Sadəcə olaraq qısa özet keçim. Imperfect sadə keçmiş zaman formasında indikativ real bir vəziyyətdə ev təmir olundu. Das Haus wurde repariert. Perfekt mürəkkəb keçmiş zamanda ev təmir olunub. Das Haus ist repariert worden. Plusquamperfektdə ev təmir olunmuşdu. Das Haus war repariert worden. Konjüktiv 2-də isə ev təmir edilmişdi. Das Haus wäre repariert worden. İndikativ formada futur 1 ev təmir olunacaq. Das Haus wird repariert werden. Futur 2-də ev təmir olunmuş olacaq. Das Haus wird repariert worden sein. Gəlin cümlələr içərisində baxaq. Ev bu ay təmir olunur. Real hadisəni bildirir, indiki zamandadır. Das Haus wird diesen Monat repariert. Ev keçən ay təmir olundu. Keçmiş zaman, sadə keçmiş zaman formasıdır. Das Haus wurde letzten Monat repariert. Perfekt mürəkkəb keçmiş zamanda ev keçən il təmir olunub. Das Haus ist letztes Jahr repariert worden. Plusquamperfektdə ev 3 il bundan əvvəl təmir olunmuşdu. Das Haus war vor 3 Jahren repariert worden. Futur 1-da ev gələn ay təmir olunacaq. Das Haus wird nächsten Monat repariert werden. Futur 2-da ev gələn il təmir olunmuş olacaq. Das Haus wird nächstes Jahr repariert worden sein. Gördüyünüz kimi, presensdən futur 2-ya qədər aid olan bütün nümunələr reallığı əks etdirir. Ancaq konjüktiv 2-ya baxsaq, əgər kifayət qədər pul olsaydı, ev təmir edilərdi. Wenn genug Geld da wäre, würde das Haus repariert werden. Gördüyünüz kimi, bu cümlə artıq qeyri-reallığı əks etdirir. Yəni, kifayət qədər pul olmadığına görə hələ ki ev təmir olunmayıb. Sadəcə olaraq şərti haldır ki, əgər kifayət qədər pul olsaydı, ev təmir edilərdi. Keçmiş zamanda isə, əgər biz Berlinə köçməsəydik, ev çoxdan təmir edilmişdi. Wenn wir nach Berlin gezogen wären, wäre das Haus schon längst repariert worden. Gördüyünüz kimi, konjüktiv 2-də işlənən nümunələrimiz isə artıq qeyri-reallığı əks etdirir. İndi isə məhcul növ modal feillə işlənən nümunələrə baxaq. Yenə eyni qaydada sol tərəfdə real cümlələr, sağ tərəfdə isə qeyri-real form ifadə olunub. Deməli, presens indiki zamanda ev təmir olunmalıdır. Das Haus muss repariert werden. Konjüktiv 2-də isə evin təmir olunması lazımdır və yaxud olsa yaxşı olardı. Das Haus müsste repariert werden. Imperfekt sadə keçmiş zamanda ev təmir olunmalıydı. Das Haus musste repariert werden. Perfekt zaman formasında
Yenə ev təmir olunmalıydı. Das Haus hat repariert werden müssen. Plusquamperfekte isə das Haus hatte repariert werden müssen. Konjunktiv 2'da isə ev təmir edilmiş olmalıydı. Das Haus hätte repariert werden müssen. İndikativ real forma futur 1'da ev təmir olunacaq, yəni məcburi şəkildə das Haus wird repariert werden müssen. Konjunktiv 2'da isə istifadə olunmur. Gəlin qarşılaşdıraraq nümunələrə baxaq. Sol tərəfdə, yəni real hadisəni bildirir qəti bir formada. Ev yeni kirəçlər köçməzdən əvvəl təmir olunmalıdır. Das Haus muss repariert werden, bevor neue Mieter einziehen. Gördüyünüz kimi bu cümlə qəti bir şəkildə fikri bildirir. Gördüyünüz kimi bu cümlədə məcburiyyət var. Ancaq konjunktiv 2'da isə ev yeni kirəçlər köçməzdən əvvəl təmir olunmalıdır və yaxud olsa yaxşı olardı. Bu cümlə nədir? Bir tövsiyə cümləsidir və yaxud bir ehtiyac cümləsidir. Das Haus müsste repariert werden, bevor neue Mieter einziehen. İndiki zamanda işlənmiş nümunələr idi. Modal fe'llərin daha çox imperfekt, sadə keçmiş zaman forması istifadə olunur. Ev yeni kirəçlər köçməzdən əvvəl təmir olunmalıydı. Das Haus musste repariert werden, bevor neue Mieter einzogen. Konjunktiv 2'da isə ev yeni kirəçlər köçməzdən əvvəl təmir edilmiş olmalıydı. Das Haus hätte repariert werden müssen, bevor neue Mieter einzogen. Sol tərəfdə imperfekt zaman formasında işlənmiş cümlə reallıqda olan zərurət ifadə edir. Yəni, evin təmir olunması vacib idi, gərək idi. Bu, həqiqi vəziyyətdir. Konjunktiv 2 forması isə real vəziyyəti bildirmir. Yəni, bu cümlə ehtimal, tənqid və yaxud da təəssüf tonlu cümlədir. Imperfekt zaman formasında gərək idi, yəni vacib idi, real vəziyyəti bildirir. Konjunktiv 2 formasında isə gərək olaydı, olmalıydı. Ancaq olmadı. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.